İnsanın özünə qarşı etinadsızlığı nəyə səbəb olur? İnsan özünə qarşı etinadsızlığı birinci növbədə insanın həyat keyfiyyətini pozur və bir çox psixoloji problemlərin yaranmasına rəvac verir. Bugün başqa bir anlayış var psixologiyada, özünə hörmət anlayışı. Çünki mütəxəssislər də qeyd edirlər ki, bir insanın özünə qarşı hörməti nə qədər çox olarsa, onda etinadsızlıq bir o qədər də az olacaq. Dolayısıyla insan özünə qarşı hörməti artırmalıdır. Çünki özünə hörmət həm də psixoloji rifaha müsbət təsir göstərir, özünə hörmət həm psixoloji möhkəmliyə təsir göstərir. Etinadsızlıq olanda isə fərqi yox, insan özünə yönəlsin və yaxud başqa bir insanlara qarşı yönəlsin. Bu insanda özünə hörməti aşağı salır və nəticədə bu da insanın həyat keyfiyyətini pozur. Və günümüzdə də görürük ki, hansısa bir psixoloji problemdən əziyyət çəkən insanlarda psixoloji problemin yaranma səbəbləri kimi etinadsızlıq götürülür. Yəni bu etinadsızlıq stres faktorunu artıra bilər, etinadsızlıq aqressiyanı artıra bilər, etinadsızlıq insanlarda şəxslər arası münasibətə mənfi təsir göstərə bilər. Əlbəttə bir insan hər şeyə eyni diqqəti göstərə bilməz. Ancaq insan üçün həyati vacib əhəmiyyət daşıyan məsələlərə qarşı etinadsız davranmamalıdır. Misal üçün, ailə problemləri. Bəzən görürük ki, ailə problemi ona görə yaranır ki, tərəflərdən biri ailəyə etinadsız yanaşır. Deyək ki, uşağa etinadsızlıq yanaşır. Və yaxud iş müstəvisində problem niyə yaranır? İşçi işə qarşı bir etinadsızlıq edir, gecikir, vaxtında işi icra eləmir. Və bu da həm insanın özü üçün, həm də olduğu mühit üçün bir problemə çevrilir və bu, mən düşünürəm ki, hələ uşaqlıqdan insanda formalaşdırmaq lazımdır məsuliyyət hissini. Əgər bir insanda məsuliyyət nə qədər çox olarsa, ən azından normada olarsa, onda etinadsızlıq da bir o qədər az olar. Çünki etinadsızlığın o biri tərəfində məsuliyyət dayanır. Və bu məsuliyyəti formalaşdırmaq hələ uşaqlıqdan, valideyn tərəfindən, belə deyək də, övladlara aşılanmalıdır ki, sabah böyüyəndə o etinadsızlıq da böyüyüb onun həyat keyfiyyətini aşağı salmasın.